29 aprel 2025-ci ildir və həftənin çərşənbə axşamı gündür, dəyərli izləyicilər. Bu şəxslər işə gəlməsələr də 6 ay maaş alacaqlar. Söhbət kimdən gedir? APA xəbər verir ki, Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin dünən keçirilən iclasında komitə sədri Musa Quliyev deyib ki, sertifikasiya imtahanlarında yaxşı nəticə əldə etməyən işçinin işini davam etdirib etdirməyəcəyi sual doğururdu. Komitə sədri deyib ki, bu işə tibb işçilərinin haqlı narazılığına səbəb olurdu və arxasınca isə açıqlamanı verib. Deyib, bugün müzakirə etdiyimiz dəyişikliklərdən sonra qanunlara, o cümlədən də əmək məcəlləsinə yeni anlayış gətirilir. Bu, davamlı peşəkar inkişaf anlayışıdır. Sertifikasiya imtahanlarında uğur qazanmayan işçilərin 6 ay iş yeri və əmək haqqı saxlanılacaq və 6 ay sonra həmin işçilər yenidən imtahan verəcəklər. Bu dəyişikliklərin qəbul olunmasının həm tibb işçilərinin əmək hüquqlarının qorunmasında, həm də onların iş keyfiyyətinin yaxşılaşmasında, peşəkarlığının yüksəlməsində böyük əhəmiyyəti olacaq deyib bir sözlə. Hətta o sertifikasiya imtahanına girmədən öncə də bu şəxslər işə gəlməsələr də 6 ay maaş ala biləcəklər, dəyərli izləyicilər.